təşviqlə hərəkətə keçən insan yolun bəzi mərhələlərində qorxu halına da çatır. Bu başqa mövzudur. Biri var, insan hər işi qorxuya görə görür. Biri var, onu təşviq edirsən, yola düşür, gedir cənnət yoluna. Hərəkətə keçir, gedir. Allaha yaxınlaşır bu yolla, imanı güclənir və daha çox inanmağa başlayır. Daha çox inandığına görə onun yanında cəhənnəm deyirsən, cəhənnəmin adını eşitməkdən qorxur. Çünki imanı çoxalıb bu adamın, inamı çoxalıb. Cəhənnəmin elə adını çəkirsən, bədəni titriyir. Belə adamlara deyirlər ki, axı sən cəhənnəmə getməyəcəksən. Sən əmin ol ki, cəhənnəmə getməyəcəksən. Deyir, axı siz bilmirsiniz cəhənnəm nədir. Düzdür, mən bilirəm, getməyəcəm. Amma o elə bir yerdir ki, siz bilmirsiniz. Onun adını çəkəndə, o adamın gözünün qabağında canlananda adam qorxuya düşür, bədəni. Övliyaların Allah qorxusu, cəhənnəm qorxusu bu deməkdir. İman çoxaldıqca pərdə gözün önündən çəkilir, insan onları görür və ora getməsə belə ondan qorxur. Çünki ora qorxunc bir yerdir. Peyğəmbər titriyirdi hamıdan çox. Elə bildim bir qiyamətdir. Neçə surə var Quranda, qiyamət surəsidir. Deyir, onlar mənim saçımı ağartdı, məni qocaltdı. Qiyamət haqda olan surələr. Əleyhissalam necə titriyir? Cəhənnəmin adı çəkilir. Bir dənə hədis var, uzun mən danışmaq istəmirəm ki, Əhl-i Beyt cəhənnəm ayəsini eşidib, Peyğəmbər əleyhissalam, xanım Fatimə Zəhra hansı hallar keçirdirlər? Niyə görə belədir? Çünki gözdən pərdə çəkilib. Gözdən pərdə çəkilib, elə bil cənnət yolundadır, qalxır yuxarı. Addım qalxır, birdən o zirvədən baxır, cəhənnəmi görür. Vay deyir, bu nə vəziyyətdir, bu nə yerdir, bu nə qorxunc bir məkandır. Onların qorxusu buna bənzəyir. Mövzu ona yaxın olub olmamaq deyil, cəhənnəmə gedib getməmək deyil. Mövzu onu görməkdir, ona doğrudan inanmaqdır. İnsan günahkar olduğu qədər qorxmur cəhənnəmdən. İnsan imanı çox olduğu qədər cəhənnəmdən daha çox qorxur. İnsanın cəhənnəmdən qorxması onun günahkar olub olmamağına bağlı deyil. Əksinə günah üstündən günah eləyənlər daha az qorxur cəhənnəmdən. Çünki pərdələrə bürünürlər və onlar qorxu hissini itirirlər. Amma bir mömin adamın, salih adamın yanında dinən əzabun əlim, bədəni titriyir bütün. Çünki gözünün qabağındadır. Mən günahkar da oxuyum bu surəni məsələn. Kəllə ləyunbəzənnə fil xutamə. Bunu mən də oxuyum, əleyhissalam da oxusun. Mən oxuyuram, heç nə təsir eləmir. Kəllə ləyunbəzənnə fil xutamə. Cəhənnəm ayəsidir bu. Onu hutəməyə atacaqlar, cəhənnəmə atacaqlar. Ondan sonra deyir, və mə ədrakəməl xutamə. Sən nə bilirsən nədir hutəmə? Narullahil muqədə. O Allahın yanar odudur. O kibritlə yanmış oddur. O odu Allahın qəzəbi alovlandırıb. Narullahil muqədə. Əlləti təttəli'u aləl əfidə. O içdən çölə yandırar. Ürəkləri yandıran bir oddur. Bunu oxuyur o insanlar ki, Allaha yaxındır, bədənləri titrir. Hərçənd ki, onlara təsəlli verirlər ki, sən ora getməyəcəksən. Hicab gözün önündən çəkiləndən sonra bu şeyləri görür. Allah da görür, bunlar sakitləşmir. Nə qədər əmin eləyir bunları ki, sən cəhənnəmə getməyəcəksən, sakitləşmir. Allah deyir, xəcalətindən qiyamətdə çıxaram bu bəndələrinə. Sənin neçə min kilometr bu dünyanın ölçüsü ilə məsələn deyəm, misal üçün deyirəm bunu. O yandan aparacam, heç cəhənnəmin səsini eşitməyəcəksən. La yəsməunə xəsisəha. Sənə mən bu dünyada nə qədər deyirəm, sən qorxursan. Çünki ora qorxunc bir yerdir. İndi iman var, pərdə çəkilib görürsən, qorxursan. Allah bu insanları qorxudan amanda saxlamaq üçün gərək cəhənnəmi ləğv eləyək ki, bunlar bir təhər sakitləşsin. Bu da mümkünsüz bir şeydir. Dünyada bunlar bundan çəkindiyi üçün Allah buyurur, qiyamətdə bir dəqiqə qorxmağa səni qoymayacam. Çünki mən yaratmamışam səni qorxu içində saxlayam. Sən qorxurdun deyə dünyada əmin amanlıqda olacaqsan. İman çoxaldıqca Həzrət Əli əleyhissalam həmmam xutbəsində möminlərin xüsusiyyətlərindən danışanda bu sözü də deyir. Fəhum vənnar kəmən qədrəaha fəhum fiha muazzəbun. Buyurur, cəhənnəm elə bil gözlərinin önündədir. Yəni elə bil ki, görürlər. Elə bil ki, görürlər və özlərini də onun içində hiss edirlər. Elə bil əzab içindədirlər. Yəni bunların qorxularının fəlsəfəsi budur. Amma bunun mənası budur ki, insan qorxuya görə əməl eləsin. Məyər əleyhissalam nauzubillah ibadət edirdi ki, cəhənnəmdən qorxurdu ona görə? Yox. Bu
kiçik insanların xüsusiyyətidir. Əmələ təşviqlə gedərlər. İnsan Allaha görə əmələ tərəf gedər, təşviq olunar, əmələ tərəf gedər, amma yolu getdikcə pərdələr çəkilər, cəhənnəmi görər, qorxar. Bu başqa qorxudur. Amma yox, hər dəfə bir ayə oxu, bir qorxulu söz danış ki, bu hərəkətə gəlsin, bu kiçik insanların xüsusiyyətidir. Bu aşağı səviyyədə olan insanların xüsusiyyətidir.